Doktor, klimaks dövründə astma və allergiya gedişatı necə təsir edir? Artır yoxsa azalır? Bəzi pasientlərimizdə belə bir yanlış bir inanc var ki, klimaks dönəmində mənim astmam dayanacaq. Belə bir fikir eşitmişəm. Klimakterik dönəmində allergiya tamamilə dayanır. Bu doğrudurmu? Bu sualları tez-tez eşidirik. Klimakterik dönəmdə xanımlarımızda progesteron və estrogen səviyyəsinin aşağı enməsi immun sistemə dolayı yolla təsir göstərir. Və bu bəzi pasientlərimizdə astma və allergiyanın şiddətinin azalmasına, bəzi pasientlərimizdə isə əksinə allergik reaksiyaların şiddətlənməsinə səbəb ola bilər. Burada konkret bir fikir söyləmək tibbən düzgün deyil. Lakin klimakterik dönəmdə hormonal səviyyənin dəyişməsi mast hüceyrələrdə həssaslığın yaranmasına, mast hüceyrələrin qıcıqlanmasına səbəb ola bilər. Bildiyiniz kimi mast hüceyrələrin qıcıqlanması onlardan histamin deyilən bir maddənin ifraz olunmasına səbəb olur. Histamin isə dəridə qızarma, qabarma, şişkinlik, allergik rinitə bənzər əlamətlər, burunla nəfəs almanın çətinləşməsi, burun tutulması, qaşınma, sulanma kimi əlamətlər yarada bilir. Yəni klimakterik dönəmdə də allergiya bənzər əlamətlər yarana bilər. Ona görə də əgər klimaks dönəmindəsinizsə və bu dediyim əlamətlər varsa, allergoloqa müraciət etməli, bu prosesi kontrol altına almalı və paralel şəkildə ginekoloq həkimlərimizin kontrolunda olmanız tövsiyə olunur.